Hə, mən sənə bu qədər şərəfsiz deyilmişəm, amma əsasən yenə mənə əl uzatdın. Halbuki mən evdə üzgöz oldum mamamla, nə bilmə, dostlarımla, hamıyla üzgöz oldum. Halbuki hamı mənə ki, eləmə. Dedim, eybi yox. Hər neysə, mən vəkildən yıxdım. Vəkilinə dedim ki, bəs Arzu bəy, bundan sonra bu mövzu haqqında məni narahat eləməyin zəhmət olmasa. Ödənişi eləmişəm, vəssalam. Əsas ödənişi eləmişəm. Nədir, nə deyil, yığın, nə bilməyim, atasına, anasına məlumatları ona verin. Artıq mənə bu insan maraqlı deyil. Nə vaxt azadlığa çıxır, zərrə qədər mənə maraqlı deyil də. Yenə deyirəm, mənə təsir edən oldu ki, mənə bir sağ ol belə deməməyi bildim. Mənə desədi ki, Asiya çox sağ ol, mənə əl uzatdın. Mən onun 5 qatını da bəlkə də eləyərdim onun üçün, amma gördü dəyməz də, yəni, həqiqətən də dəyməz. Bu insan uşağın heç maraqlanmır, nə bilmir. Odur, budur, söhbətlər çoxdur, danışıb başımızı artmaq istəmirəm, ya da uzatmaq istəmirəm. İndi bunu niyə paylaşıram, onu da deyəcəm. Bundan sonraki storyimə baxarsınız, mənə gələn mesaja.